Zulfa rayon icra başçısının əvəzi Sara xanım, hala mən bir şey başa düşə bilmirəm ki, bax, mən niyə sizin üçün bu qədər hədəfəm, niyə sizin üçün bu qədər prinsipdəyəm, mən sizə neynəmişəm ki, mən sizə hansı işi zəmaniyyəçilik törətmişəm ki, bəlkə krestoza iddiam var, bəlkə oradan vəzifə istəmişəm sizdən, bəlkə gəlib bir qapızı döyüb, 8 ildə orada işləyirsiniz, bəlkə gəlib bir dəfə sizdən pul istəmişəm. Nə işləm, məndən niyə bu qədər prinsip aparırsınız ki? Tanırsınız məni, mən demək 92-ci ildən hala dövlət ordu qurmağa macal tapmamış, Azərbaycanın və Naxçıvanımızın ən ucqar nöqtələrində olum, 16 yaşından 3 dəfə yaralanıb, sağalıb geri qayıtmışam və Zulfiyə ən birinci yaralı gələn mənəm. Yenə deyirəm, təkrar olmasın, az yaşlı Azərbaycan qayıtsın mənəm. Mən başqa rayonda doğulsaydım, mənim məktəblərdə vətənpərvərlik ruhunu gənclərə və gənc nəsillərə dövlət siyasəti olaraq vətənpərvərlik gənclərə vətənpərvərlik kimi nümunə göstəriləcəkdir. Ancaq sən nə edirsən, ipi keçmirsən boğazıma, məni o qədər süründürürsən ki, mənə bu 3 ildə o qədər ağır acı vermirsən ki, o qədər məni süründürürsən ki, bu da birbaşa vətənpərvərliyə xələl gətirirsən sən. Mən səndən neynəmişəm ki? Bax, niyə mənim haqqımda böhtan, şər, yalan məlumatlar? Bu boyda vəzifəni maşallah yığmısan, nəsli kökü də yığmısan ora hamısın. Hərəsində orada bir aklat, burada bir aklat. Bir dəfə indiyə qədər olsun qayğı göstərməmişsən, qayğın başa dəysin. Bir kömək eləməmişsən, başa istəməmişəm də, heç istəməmişəm də mümkün də deyil səndən istəyim. Bax, mən səndən qanunu və haqqlı tələblərim var ki, qanun çərçivəsində onun həll olunmasını tələb etmişəm sadəcə. Neynəmişsən, yalandan təhrif eləmişsən, yalandan, indi düzdür, şikayətlər eləmişəm, demişəm, eləyəcəyim də və axıra qədər də gedəcəyim. Mən yenə də deyirəm, mən öz şəxsi problemlərimi deyirəm, mən sizə demirəm əhali arasındakı olan haqsızlıqlarınızı çəkib bura qoymuram. Mən demirəm, sizin məsuliyyətsizlik, icra başçılarımızda nələr baş verib, onları da mən demirəm. Sənin hansı nəslin, harada, nədir, onu da demirəm. Mən səndən haqlı tələbim var. Mənim bu boyda mənə pislik eləməkdə məqsədin nədir ki? Məqsədin nədir ki? Mən erməniyə güllə atmışam. Mən sizlə nə işim var ki mənim? Mənə niyə belə düşmən kimi baxırsan ki? Niyə mənə görəndə, məsələn, dövlət başçısının dəfələrlə çıxış edir ki, təkəbbür olmayın, ailə, məişət işlərin bu işlə qarışdırmayın. Və dövlət başçısının qayğısı görəndə və imtiyazlı vətəndaş görəndə qayğısını hiss elətmə. Handa mənə hiss elətdirmirsən ki, dövlət qayğısını? Mənə yox, hansı qaziyə orada Zulfada hiss elətdirmirsən ki, tədbirlərə zəngilər gəl, senarilər çək, seriallar çək, otur orada burada seriallar çək. Nə var, hansı nəticə var, neynəmirsən ki, nələr eləmirsən? Mən sənə yenə də deyirəm, axırıncı bildiriş gəlib sizə, mənimlə prinsip aparmayın. Mən səndən vəzifəndə, mən səndən heç zəd istəmirəm. Eləmə ki, Sara xanım, başqa cür danışım, başqa cür şey eləyim. Mənə maraqlı, mənim şəxsi problemlərimdir. Mənim qabağımı, mənim haqqıma girməyin. Mən sizə pislik eləməmişəm. Sənin keçmiş, səni ora qoyan komandanın müdafiə edirsiniz siz. Dövləti müdafiə eləmişsiniz. Çünki dövlətin ana birinci hədəfi vətəndaşın qorumaqdır. Sən vətəndaşın hüququnu pozub, güya dövləti qabağa salmaq istəyirsən. Elə deyil. Sən sadəcə keçmiş komandanın, çünki səndəki bu dəqiqə idarə etmə sistemi keçmişin praktikasıdır. Sən praktikanı yerinə yetirirsən. Sən ondan acıq çıxırsan mənə. Və bu hayfı səndə qoymayacağım. Yenə sizə deyirəm, axırıncı dəfə olsun, mənim hüquqi qaydada qabağımı, önümü kəsməyin. Mənə bu boyda məktub, hamısı subut var. Subut eləyəcəyim onsuz, oturacaq bir günləri. Yəqin ki, lazım olan yerdə. Bunların hamısını sizə subut eləyəcəyim ki, siz qanundan kənar, böhtanla, şər atmağı ilə ləkələmək istəyirsiniz. Mənə ləkələyə bilməyəsiniz siz. Başa düşdünüz nə demək istəyirəm? Heç gücünüz də satmaz. Ancaq onu bilin ki, mən sizin üçün düşmən gözündə görsənirəmsə, artıq mənim də ciddi suallar yaranır sizi araşdırmağa. Qazini görəndə
Niyə allergiya verirsiniz? Və sizdən öncəkiləri də mən başa düşmüşəm niyə eləyib, onları araşdırmışam. Mən sizi ciddi araşdıracağam, çox ciddi araşdıracağam.